Qarabağ Məkaq 9030 komandası olaraq bu il artıq 4-cü mövsümdür ki, NASA-nın baş sponsoru olduğu və eləcə də ideya müəllifi olduğu First Robotic Competition yarışmasında ölkəmizi və Qafqaz regionunu təmsil edirik. 2023-cü ildə ilk ilimiz olmasına baxmayaraq, New York regionalında Rookie All Star mükafatına layiq görüldük və elə həmin ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Houstonda ölkəmizi layiqincə təmsil etdik. Dünya çempionatından Rookie Inspiration Award mükafatı ilə ölkəmizə qayıtdıq. Bu il artıq hədəflərimiz daha böyükdür. Təcrübəmizə güvənərək dünya çempionatında top 15 komanda sırasına daxil olmaqdır. Hər il yanvar ayının 6-sı NASA tərəfindən mövzu açıqlanır və həmin mövzuya uyğun şagirdlərimiz mentorlarla birlikdə sənaye tipli nəhəng robotlar hazırlayırlar. Və robotların qurulmasına qədər bir hazırlıq planımız var ki, burada mexanika, elektronika, 3D dizayn kimi texniki fənlər, eləcə də əlaqəli fənlərin tədrisi davam etdirilir və şagirdlərimiz bu fənlər üzrə inkişaf etdirilir. Qarabağ Məkaq 9030 komandası olaraq 6 FLL və 1 FTC komandasına da mentorluq edirik. Şagirdləri aşağı yaş qruplarından addım-addım FRC səviyyəsinə çatdırırıq. Bu mentorluq fəaliyyətinin nəticəsi olaraq biz artıq 3 FLL, 1 FTC mükafatına layiq görülmüşük. Bizim məqsədimiz ölkəmizdə STEM sahəsində dayanıqlı bir ekosistem yaratmaqdır. Mən 2 ildir FRC-dəyəm və əvvəllər mən FTC-də idim və orada biz Think Award-ı qazandıq və mən indi özümü mühəndis kimi görürəm. Mən özümü gənc qadın mühəndis kimi görürəm. Ona görə ki, mən əvvəl FLL və FTC-yə getmişəm. Orada mükafatlar aldığıma görə özümdə özgüvən artdı və başa düşdüm ki, mən FRC-də mexanik kimi olmalıyam.